Bu sualımızda da yazıb ki, hansı cümlələrdə sözlə yazılmış say, rəqəmlə yazılsa, tərkibindəki şəkilçilərdən biri yazılmayacaq. Bu hansı halda baş verir? Sayılanan mənsubiyyət şəkilçisi, mənsubiyyət şəkilçisi digər qrammatik şəkilçilərlə bir yerdə yazılırsa, yəni hal, xəbərlik, cəm, bununla bir yerdə yazılırsa, bunda mənsubiyyət şəkilçisi ixtisar olunur. Yəni sözlə yazanda belə bir yerdə yazılır. Rəqəmlə yazanda mənsubiyyət şəkilçisinin yanında digər qrammatik şəkilçisi varsa, həmin şəkilçi düşür. İndi gəlin baxaq. Əli olimpiyadada yenə də birinci oldu. Yəni burada sayımız birincidir, heç bir düşmədə yoxdur. Bu getdi. Biz ayın 6-sına qədər, bax 6 sözün kökü, 6-sı mənsubiyyət, A hal. Mənsubiyyətin yanında hal da gəlib deyə, deməli 6A. Bu cür yazılacaq. 6-sına yox, 6A. Yəni biz ayın 6-ya qədər evə qayıtmalıyıq. Bu 6-sına deməkdir. Deməli biri budur. Gələn turistlərin sayı 60-ı keçmişdir. 60 sözün kökü I. Neçə 60-ı bu? Təkcə hal. Bu getdi. Şagirdlərin üçündə, bax 3 sözün kökü, 3-ü mənsubiyyət də hal. Həm mənsubiyyət, həm hal yazılırsa, rəqəmlə yazılanda mənsubiyyət düşəcək. Biri də bu. 8-cilər bu yarışın qalibi oldular. Burada 8 sözün kökü, incir, leksiklər, qrammatik. Deməli, burada mənsubiyyət yoxdur, bu da getdi. Bu sizə ola bilər ki, dilə uyğun gəlməz, amma qrammatik qayda budur. Şagirdlərin üçündə, burada biz yazırıq şagirdlərin üçdə. Bu şagirdlərin üçündə deməkdir. Yəni həmin şəkilçilər düşür. Demək, düzgün cavabımız 2 və 4 oldu.